İlham Əliyevin Gürcüstana səfəri siyasi spektrdə müxtəlif qiymətləndirmələrə səbəb olub. Hakimiyyətin oponentləri bildiriblər ki, həm iqtisadi, həm də siyasi baxımdan Azərbaycan Gürcüstan üçün mühüm tərəfdaşdır. Bununla yanaşı vurğulayırlar ki, bu səfər hər hansı konkret siyasi partiyaya münasibətin ifadəsi deyil, Gürcü xalqına və ölkəyə göstərilən hörmətin nümunəsidir. Hakim komandada isə qeyd edirlər ki, Azərbaycan prezidentinin səfəri çərçivəsində müzakirə olunan bütün mövzular iqtisadi fayda, sülh və əməkdaşlıqla bağlı olub. Xatırladaq ki, Azərbaycan prezidentinin Tbilisiyə səfəri artıq başa çatıb. O dünən səhər Gürcüstana gəlib və Gürcüstan prezidenti, baş naziri, eləcə də Gürcü Arzusunun fəxri sədri ilə görüşüb. Gürcüstana planlaşdırılan səfər və Gürcü-Amerikan münasibətlərinin aktivləşməsi ehtimal siyasi müzakirələrin əsas mövzusudur. Gürcü Arzusunda bildirirlər ki, ABŞ-la münasibətlərin yenidən qurulması prosesi artıq başlayıb. Buna sübut kimi hakim komandanın üzvləri ABŞ-a son dövrdə edilən səfərlər və baş nazirlə dövlət katibi arasında baş tutmuş telefon danışığını göstərirlər. Müxalifətdə isə əmindirlər ki, konkret addımlar atılmadan hakimiyyət bu münasibətləri nizama sala bilməyəcək. Xatırladaq ki, bir neçə gün əvvəl hakim komanda ABŞ tərəfinin aprel ayında Gürcüstana ölkədə gedən prosesləri dərindən araşdıracaq bir qrup göndərməyi planlaşdırdığını açıqlamışdı. Qriqor Lillaşvilinin məhkəmə öncəsi iclası Tbilisi şəhər məhkəməsində davam edir. İclasda sübutların qəbul olunması və işin mahiyyəti üzrə baxışa göndərilib-göndərilməyəcəyi müzakirə olunur. Prokurorluq prosesin qapalı keçirilməsini istəyir, müdafiə tərəfi isə buna etiraz edir və sübut olmadığını əsas gətirərək işin dayandırılmasını tələb edir. Qərarı hakim NATO Xucacə verəcək. Xatırladaq ki, Qriqor Lillaşvili xüsusilə külli miqdarda rüşvət almaqda ittiham olunur və onu 11-15 ilə qədər həbs cəzası gözləyir. Yaxın Şərqdə vəziyyət yenidən gərgindir. İsrail ordusu İranın iki böyük neft kimya kompleksinə zərbələr indirdiyini açıqlayıb. Əhaliyə təhlükəsizlik məqsədi ilə bugün saat 21:00-dək qatarla səyahətdən çəkilmək tövsiyə olunub. İsrail Səhiyyə Nazirliyinin məlumatına görə son 24 saatda İran və Hezbollah ilə münaqişə nəticəsində 133 yaralı xəstəxanaya yerləşdirilib. İran tərəfi isə ABŞ-İsrail hava zərbələri nəticəsində yüzlərlə qadın və uşağın həlak olduğunu bildirib. Media həmçinin Moştaba Xameneyinin ağır vəziyyətdə qumdan müalicə aldığını yazır. İran İsrail istiqamətində hücumları davam etdirir. Küveytdəki hava bazasına hücum nəticəsində 15 Amerikalı yaralanıb. Ümumilikdə isə əməliyyat zamanı 373 ABŞ hərbçisi xəsarət alıb. Onların çoxu artıq xidmətə qayıdıb. Donald Trump bildirib ki, İranın bir gecədə məhv edilməsi mümkündür və bu, çərşənbə axşamı gecəsi baş verə bilər. Onun sözlərinə görə bu kritik dövrdür və hər şey İranın atacağı addımlardan asılı olacaq. ABŞ prezidenti həmçinin bildirib ki, sabah gecə yarısınadək İranın bütün körpülər və elektrik stansiyalarının məhv edilməsini nəzərdə tutan plan hazırdır. Bununla yanaşı o qeyd edib ki, münaqişənin başa çatdırılması üçün vasitəçilərlə danışıqlar yaxşı gedir. Trump İranda 2 Amerikalı hərbçinin xilas edilməsini də yüksək qiymətləndirərək əməliyyatı tarixi adlandırıb. İran İnqilab Keşikçiləri Korpusunun güc qüvvələrinin gizli bölməsinin rəhbəri Asghar Baker məhv edilib. Bu barədə İsrail ordusunun beynəlxalq mətbuat katibi Nadav Şoşani məlumat verib. Onun sözlərinə görə Bakeri İsrail və ABŞ hədəflərinə hücumları planlaşdırırdı. Həmçinin İsrail, Suriya və Livanda da əməliyyatlar nəzərdə tutulurdu. Ukraynada vəziyyət yenə də gərgin olaraq qalır. Vladimir Zelenskinin sözlərinə görə, əgər Rusiya Ukraynanın enerji sektoruna hücumları dayandırsa, Ukraynada eyni addımı atacaq. Zelenskinin gündəlik müraciətində bildirilib ki, Ukraynanın bu təklifi Amerika tərəfinin vasitəçiliyi ilə Rusiya tərəfinə çatdırılıb. Bununla yanaşı o Rusiyaya müxtəlif üsullarla təzyiq göstərməyə davam edən tərəfdaşlara təşəkkür edib. Bu səhərdən etibarən Rustavi qəbristanlıqlarında geniş miqyaslı təmizlik işlərinə start verilib. Tədbirə yüzlərlə təmizlik və abadlıq işçisi cəlb olunub. Həm köhnə, həm də yeni qəbristanlıqların əraziləri məişət qalıqlarında təmizlənir və yeni zibil qutuları quraşdırılır. Pasxa həftə sonu şəhərdə bələdiyyə nəqliyyatı pulsuz fəaliyyət göstərəcək və müxtəlif istiqamətlərdən qəbristanlıqlara xidmət edəcək.
Tbilisinin İsani rayonunda İsani Samgori Kompleks İdman Mərkəzinin ərazisində açıq meydançalar qurulub. Layihə çərçivəsində futbol və padel meydançaları yaradılıb. Həmçinin ərazidə mövcud olan 2 köhnəlmiş kort tam şəkildə yenidən qurulub. İşlər Tbilisi meriyasının mədəniyyət, təhsil, idman və gənclər iş şəhər xidməti tərəfindən həyata keçirilib. Layihənin dəyəri 6 milyon lari təşkil edir.